Əssəlamu əleyke ya Əba Sadiq əleyhissalam. Mən Rasim Abdullah, Azərbaycandan, Bakı şəhərindən uzun araşdırmalardan sonra sizi qəbul etmişəm və beyyət edirəm. Əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah, əşhədü ənə əliyyən vəl-əimməti min vildihi hüccətullah, əşhədü ənə əl-məhdi vəl-məhdiyyinə hüccətullah. Allahümmə salli alə Muhammed və ali Muhammed ələyimmə vəl-mehdi və səllim təslimə. Əgər ləyaqətim olsa, ya Əba Sadiq əleyhissalam, ey böyük atamız, çox uzun zamandır ki, inşallah sizin yolunuzu gözləyirdik. Gözüm elə İmam Mehdinin zuhur yollarındaydı ki, həmd olsun Allaha, inşallah sizi qardaşlar vasitəsilə tanıya bildim. Tez bir zamanda sizin yanınızda olmaq istəyirəm, inşallah. Ya Əba Sadiq əleyhissalam, sən inayət et ki, bu dəvəti inşallah başqa qardaşlara da, başqa insanlara da çatdıraq. Bu şəhadətlə yaşayacağım, bu şəhadətlə öləcəm, bu şəhadətlə yenidən diriləcəm. İnşallah bir daha sizə yetişmək istəyirəm, sizə tez bir zamanda çatmaq istəyirəm. Əgər ləyaqətim varsa, başqa da qəlbimdən keçənləri inşallah ki, siz özünüz daha gözəl bilirsiniz. Allahümmə salli alə Muhammed və ali Muhammed ələyimmə vəl-məhdi və səllim təslimə. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.